36-cı sualla davam eləyək. Deməli, 36-cı sualı belə yazacağıq. Altıncı sualda nəyə diqqət eləməliyik? Məsəl üçün biz demişdik ki, x üstündə -1 olanda bunu 1 böl x üstündə 1 kimi yazırıq. Yəni bu 1 yazılmır da, yəni 1 böl x yazılır elə. Və yaxud da x üstündə -2 olanda yenə məxrəcdə yazırıq. Sadəcə qüvvət üstü mənfidir, müsbətlə yazılır məxrəcdə. Olur 1 böl x üstü 2. Və yaxud da x üstündə 3, yenə yazacağıq -3-də, yəni 1 böl x üstündə 3. Bu şəkildə yazılmış olacaq. Yəni qüvvəti mənfi olanlar məxrəcə düşəcək. Qüvvəti müsbət olanlar elə sürətdə qalmış olacaq. Bərabər. Baxıram ki, 9 müsbətli sürətdə qalacaq. X üstü 3 sürətdə qalacaq. Məxrəcdə x üstü -2. Bunun qüvvəti -2-dir. Məxrəcə düşür olur müsbət 2. 3 üstündə -1 məxrəcə düşür olur 3 üstü 1 yazılmır 1. X üstü -2 məxrəcə düşür olur x üstü 2. Y üstü 3-dür, müsbətdir, elə bu sürətdə də yazılmış olacaq. Bax, bu 9'u böləcəyik 3-ə. Bu bizə 3 verəcək. X üstü 3'ü x üstü 2'yə böləndə bunların qüvvətləri çıxılır. 3'dən bu 2'ni çıxanda olur x üstü 1 yazılmır. Y üstü 3'dən də y üstü 2'ni çıxanda böl olanda qüvvətləri çıxılır. Bu da olacaq x üstü 1. Y üstü 1 daha doğrusu. Olur 3xy. Yəni bu nə deməkdir? X'in kubu böl x üstü 2. Belə bölmə olanda demişdik ki, qüvvətləri nə olur? Çıxılır. 3 çıx 2. Olur x üstü 1. 1 də yazılmır da. Yəni yazılır eləcə nə x. Nəticə də olur 3xy. Yenə 37-də eyni qayda ilə həll olunur. De eyni qayda ilə həll olunur. Deməli, biz bunu həll eləmiş olsaq, dedik ki, qüvvətləri müsbət olanlar olduğu kimi qalır. Qüvvəti mənfi olanlar məxrəcə düşür. Bax, 10 müsbətli qaldı sürətdə. A üstü -2 məxrəcə düşür, olur A üstü 2. B üstü 3 sürətdə qalır. B üstü -5 üstü -1. Bax, 5 üstü -1. Məxrəcə düşür, olur 5. A üstü 3 sürətdə qalır. Bunların arasında vurmadır. B üstü -1 məxrəcə düşür, olur 1. İndi burada bunu belə yaza bilərsiniz. 10 B'nin kubu A'nın kubu böl 5 A'nın kvadratı B. 5 10'u 5'ə böləndə 10'u 5'ə bölsəm bu eləyəcək 2. B üstü 3'ü B üstü B'yə bölsəm bunun qüvvəti 1'dir. Qüvvətləri çıxılır. 3'dən 1'i çıxsam eləyir 2. A üstü 3'dən də A üstü 2'ni çıxanda A üstü 1 eləyir. İndi bu birinci əlifba sırasına görə yazanda birinci A'nı yazırıq, sonra B'ni yazırıq da 2A B'nin kvadratı. 2A B'nin kvadratı olur A bəndi. İndi mən burada hərəsindən birini yazacağım. Məsələn, 38'i yazacağım. 39'u özünüz yazarsınız. Deməli, 38'də belə bu şəkildə yazırıq. Baxıram, mən birinci nəyi sadələşdirəcəm? Biz demişdik ki, A üstü -6'dır. Bu məxrəci vur olanda bunların qüvvəti nə olur? Toplanılır. Prosta hər ikisinin qüvvəti mənfidir deyə çıxılır bu şəkildə. Olur A üstü -6 böl A üstü yəni biz qüvvətləri toplamalıydıq da. Normalda A üstü -3 vur A üstü -2 deyil. Toplayanda belə toplayırıq. A üstü -3 üstə gəl A üstü -2. Belə. Bu mənfi ilə bu müsbət toqquşur. Bu olur A üstü -3 çıx 2. Bu da verir bizə A üstü -5. 2 dənə mənfi olanda toplayıb qabağına mənfi atırıq. Deməli, məxrəc olur A üstü -5.
İndi bu bölmə kəsr xəttli bölməni bildirir. Bölmə olduğuna görə bunların qüvvətlərini nə etməliyik? Çıxmalıyıq. A üstü 6 çıx. A üstü -5. Bu mənfi bunun mənfisidir. A üstü -6. Bu mənfi ilə bu mənfi toqquşur, olur müsbət. Biri mənfi, biri müsbətdir. Böyükdən kiçik çıxılır. Böyüyün işarəsi atılır qabağa. A üstü -1. A üstü -1-də dedik qüvvət mənfi olanda məxrəc atıb belə yazırıq. 1/A. 1/A indi burada bizə nə verib? A-nın qiymətini verib 3/1. Gətirib yazıram necə? 1/3/1. Bu məxrəcin məxrəci olanda bunu belə də yaza bilərsiniz. 1/3/1. Biz bu hissəni, bu bölmə olan hissəni vura çevirməliyik də. Vura çevirəndə ikinci kəsrin sürətdən məxrəcin yeri dəyişir. 1 düşür aşağı, 3 qalxır yuxarı, 1-lər gedər, burada qalar 3. Və yaxud da belə də götürə bilərsiniz. Məxrəci varsa, həmişə bu məxrəc lap yuxarıda gedib yazılır. Yəni 1/3/1-dirsə, bu nəticəsi olur 3. Və yaxud da 1/3/2-dirsə, bu lap məxrəcdəki 3 gedir yuxarıda yazılır. Olur 2/3. Nəticəmiz oldu 3. Bizdən cavabı soruşur. Cavab olur A bəndi 38-də. 39-u özünüz yazarsınız. Deməli 40. 40-dan deməli 42-ni deyəcəm mən. Cüt ədədləri deyəcəm. Siz təkləri yazarsınız. Baxıram ki, burada 40-da birinci kökün içindəki olan bu qüvvətə baxın. Bax, kökün daxilində nədir? -3/6. Bilirsiniz ki, bu cüt dərəcədəndir. Buradan mənfi çıxmayacaq. Mənfi çıxmır da. Bu 6 cüt ədəddir deyə cüt dərəcədən mənfi yox olur. 6 dəfə mənfini öz-özünə vursam yox olacaq. Yəni bu olur 3/6. Yəni bax belə olur da. 6-cı dərəcədən 3/6 mənfini yox elədik. 6 mənfini yox elədik. İndi bu 6-lar da gedir, kökdən çıxır 3. Cavab olacaq 3. 41 özünüz yazın. 42-də baxırıq ki, 7-ci dərəcədən kök altında -7. Dedik ki, kök altı cüt dərəcədən ümumiyyətlə kök altı ifadə mənfi ola bilməz. Amma tək dərəcədən kökün dərəcəsinə baxırıq. Tək dərəcə deyəndə, yəni kökün dərəcəsi nəzərdə tutulur. Baxın bu. İndi mən bu 7, baxıram ki, kökün daxilində olan -11/7. Bu 7 tək ədəddir deyə. Mən bu -11-i 7 dəfə öz-özünə vursam, burada qabaqda bir dənə mənfi qalacaq. Ona görə olur bu -11/7. Bax, yazırıq. -11/7. Biz də dedik ki, kökün dərəcəsi tək ədəd olanda 7 tək ədəddir. Kök altı ifadə mənfi çıxa bilər. Bu 7 ilə bu 7 gedir. Kökün içində nə qaldı? -11. Tək dərəcədəndir deyə mənfi çıxa bilər. Olur -11. Cavabımız olur Y bəndi. Sonra 44-ə baxaq. Deməli 43 özünüz eləyərsiniz. 44-ə baxaq. 44 ilə 45-ə baxaq. Misalımız bu şəkildədir. Daha doğrusu 44-də dedik. 44-də baxaq. Bunların izahını demişdim. Və 18-ə dəymirəm. Bu 4 gedir kökün daxilindəki 3-dür. 3-ün qüvvətində yazılır. Ümumiyyətlə, mötərizənin kənarında bu şəkildə yazılış görəndə bilin ki, o kökün daxilindəki ifadənin qüvvətində yazılacaq. İndi buradan baxıram ki, bu kökün dərəcəsi axı 2-dir. 2-dir. Bu 2 ilə bu 4 gedir. 2 gedəndə kökü aparır da, burada 2 qalır. Yəni burada qaldı 3/2/18. 3-ün kvadratı bizə verir 9/18. Bunu da hər tərəfini 9-a ixtisar eləsəm, 9-u 9-a böləndə 1, 18-i 9-a böləndə 2. Bu da elədi 2/1.
45'də isə 44, onda 46-nı demiş olacağım. Bax 46'da da 46'da da burada da baxırıq ki, deməli A-nı verib bizə. A-nı verib 16 üstündə 4də 1. B-ni verib 81 üstündə 4də 1. C-ni verib 4 üstündə 2də 3. 16 nədir? 16 bura 4-düsə, deməli belə yazaq da 2 üstündə 4 deməkdir. 2-nin qüvvətinə gətirək. Yazıram 2 üstü 4 vur. Bir də bu 4də 1. 4də 1'imiz qaldı. 16. Bu 4 16'ya aiddir. Yəni 2'nin üstü 4 deməkdir 16. 81. Bunları yazıb əzbərləmək lazımdır. 3 üstündə 4 deməkdir. Yazıram 3 üstündə 4 vur. Bir də bu 4də 1. Burada da 4'ü də 2'nin kvadratı kimi yazıram. Bir də vur 2də 3. Burada nələr gedir? İxtisar. Bax bu 4-lə bu 4 gedir. Qalır 2 üstü 1. Elə bu 2 deməkdir. 4-lə 4 gedir. Qalır 3 üstü 1. Elə bu 3 deməkdir. Bu 2 ilə də bu 2 gedir. Qalır 2 üstü 3. Bu da bizə 8'i verir. Müqayisə edin deyir. Variantlara baxsaz görərsiniz ki, bu şəkildə yazılıb. Deməli, birinci ən böyük ədəd yazılacaq. Ən böyük ədədimiz C-dir. Hansı böyükdə ağzını ona tərəf açacaq? C-dən biraz kiçik olan B-dir. B 3'dür, görürsünüz. C bu C-nin qiymətidir. Bu B-nin qiymətidir. Bu da A-nın. Sonra B-dir. B 3'dür. Daha sonra C, ən kiçiyi A-dır. 2'dir o da. Burada A yazıram. Olur A kiçik B kiçik C. B variantı olmuş olacaq. 47'ni özünüz yazın. Bərabərliklərdən deyir hansı doğrudur. Burada yaxşı düşməyib. Mən izah etməyə çalışacağım. Bütün variantları izah edəcəm. Ben deməli bizə misalı verib bu şəkildə A bəndində mənfi 14'ün səhvləmirəmsə bu kvadratdır. Bax kökün daxilində olan bu 2. Bax bu 2. Bu mənfini yox eləyir. Dedik axı cüt dərəcədən mənfi yox olur. Elə cüt dərəcədən bax bu 2 bu mənfini yox elədi. Bu 2 ilə də bu kök gedir. Buradan 14 çıxır. Hansı doğrudur deyir. Elə A variantı doğru olmuş olacaq. İndi burada bizə verib belə. C bəndində nə verib? Kök altında deyir 4 vur. Kök altında 49. Burada 16 yazıb. İndi görək həqiqətən də 16 mı çıxır? Bu 4'dən baxıram ki 2 çıxır vur. 49'dan da 7 çıxır. 2'ni də 7'yə vuranda 14 eləyir. Burada 16 yazıblar. Deməli doğru deyil. Baxıram burada kökün dərəcəsini yəqin ki 3'dür də. Kökün dərəcəsi mənfi 14. Bu da 3. Bərabər. Bu dedik ki kökün daxilində olan bu mənfi 3 tək dərəcədəndir. Tək dərəcədən dedik mənfi 14 olur. Mənfi 14 üstündə 3 tək dərəcədən mənfi getmir. Məsələn, 3 olsa, 5 olsa, 7 olsa, sonra 9 olsa bu mənfi qalacaq. 3-cü dərəcədən bu da qalsın. Bax bu 3 ilə bu kök gedir, kökün 3'ü. Kökün içində qaldı nə? Mənfi 14. Burada ama yazıblar müsbət 14. Deməli bu B də olmaz. İndi burada belə yazıblar. 49 böl kök altında 4. Bunu dedik dərəcələri, kökün dərəcəsi görürsünüz 2'dir. Onda bir kökdə bunları yaza bilərəm. Heç yazmasaq da olar əslində. 49'dan 7 çıxır. 4'dən də 2 çıxır. 7'ni 2'yə böldü 3 onda 5 eləyir. Amma buraya yazıblar 7. Deməli bu da yanlışdır. Burada indi yazılıb 3-cü dərəcədən kök altında 8. 3-cü dərəcədən 27. Burada 14'ü alıblar. Bu nə deməkdir? 3-cü dərəcədən 8 2'nin kubudur. Belə yaza bilərik. 3-cü dərəcədən 27'də 3'ün kubudur. Bax bu 3 ilə bu kökün 3'ü gedir, kök gedir də yəni. Buradan 2 çıxır. Vur.
Bu üçdən də bu kök gedir. Kökün üçü gedir. Buradan da 3 çıxır. Cavab olur 6. Amma burada 14 yazı var. Deməli bu da yanlışdır. Doğru variant elə olur A bəndi. İndi bu 48, daha doğrusu 49'u özünüz eləyərsiniz. 50. Deməli 50-də bizə belə bir ifadə verir. Deyir ki, sadələşdirin. A üstündə 3 bölünsün A üstündə 4. Demişdik ki, bu kök 6 ifadəni kökdən çıxaranda kökün daxilində olan bu dərəcə sürətdə yazılır. Kökün öz dərəcəsi bu 2 məxrəcdə yazılır. Böl yenə də. Bax, kökün daxilində olan bu dərəcə sürətdə yazılır. Kökün öz dərəcəsi 2 isə məxrəcdə yazılır. Bu da bərabər. İndi bu bölmədir deyə, bölmə olanda bunların qüvvəti çıxılır. A üstündə 2-də 3 çıx. A üstündə 2-də 4-dürsə, buradan da 2-də 4-ü çıxacam. 2-də 3-dən 2-də 4 çıxanda eləyir A üstü mənfi 2-də 1. Bu da bərabər. Biz bunu indi dedik ki, mənfi olanda qüvvət. Biz bunu məxrəcə salsaq, A üstü 2-də 1 eləyir. Bu da 1 böl kök altında. Bax, məxrəc A üstündə 2-də 1 deyil. Bu məxrəc dedik kökün dərəcəsini bildirir. Bu 1 də kökün daxilində olan ifadənin dərəcəsidir. Dedik, axı bu həmişə sürətdə yazılır. Bu kökün dərəcəsi də məxrəcdə yazılır. Ona görə bu olur belə də 1 böl A. 1 böl A da kök altında. Bu da A variantındadır. Nəsə başa düşməsəz qeyd eləyərsiniz dəftərə. Sonra 51-i özünüz yazarsınız. Bizə deyir ki, A kiçikdir 0 olduqda hansı ifadənin mənası yoxdur? Deməli, kök 6 ifadə ümumiyyətlə cüt dərəcədən heç vaxt mənası olmaz. Yəni, cüt dərəcə nə deməkdir? Kökün dərəcəsini nəzərdə tuturam da. Kök belə yazılanda, yəni bu 2 deməkdir, yazılmır. Və fikir verirsiniz, bunların hamısının dərəcəsi 2-dir. Yəni, istənilən halda kökün xaricində mənfi verib. Biz bunu nəzərə almırıq. Kökün içindəki ifadəyə baxırıq ki, cüt dərəcədən mənfi ola bilməz. Aydındır? Deməli, bax, yəni kök 6 ifadə məsələn bura yazar mənfi 4, bil ki, bunun mənası yoxdur. Və yaxud da yazar bura 4-cü dərəcədən kök altında 4, yenə. Axı cüt dərəcədir. Necə deyim? Dəftərinizin bir tərəfinə qeyd edin ki, cüt dərəcədən kök əgər cüt dərəcədəndirsə, onun daxilində olan ifadə mənfi ola bilməz. Yenə boş çoxluq. Və yenə 6. Məsələn, buraya yazıram mənfi 2. Yenə 6 nədir? Cüt ədəddir. Cüt dərəcədən kök. Onun daxilindəki ifadə mənfi ola bilməz. Həmən məsələn, buraya yazsam 3-cü dərəcədən mənfi 2, bunun mənası var. Yəni, bu bir kökü ola bilər. Və yaxud da yazsam bura 5-ci dərəcədən kök altında mənfi 32, yenə də bunun mənası var. Amma cüt dərəcədən yadımızda saxlayırıq ki, kök altı ifadə necə deyim, mənfi ola bilməz. Hamısı da bunlar cüt dərəcədəndir. İndi A bəndinə baxıram ki, A kiçikdir 0 nə deməkdir? A kiçikdir 0, o deməkdir ki, A-nın yerində mənfi durur. Bax, burada gəlib A-nın yerində mənfi duracaq, kök altındadır. Cüt dərəcədəndir, mənası olmaz. Hansının deyir mənası var? A bəndində mənası yoxdur. Sonra B bəndində bunu belə yazım. Bunu da belə aşağıdan yazaq, daha da aydın olsun. D bəndini izah edirəm. Mənfi bizim üçün bir əhəmiyyəti yoxdur, çünki kökün kənarındadır. Yazıram, cüt dərəcədən A üstü mənfi 3-dürsə, A-nın yerinə tutaq ki, mənfi 1 qoyuram da. Burada mənfi 1 qoyuram məsəl üçün. Mənfi 1-in kubu. Bu mənfi qalsın yerində. Dedik ki, bu mənfi, həmişə bu mənfini neyinir? Çıxardır çölə. Tək dərəcədən mənfi çıxır. Olur 1 üstündə 3. Axı, bu cüt dərəcədəndir kökün dərəcəsi. Kökün dərəcəsi cütdürsə, kökün daxilində olan
ifadə mənfi ola bilməz. Deməli, bu da yanlışdır. İndi buna baxıram, B bəndinə. Baxıram, mənfi 2'miz var, bu mənfi 2'dir. A-nın yerinə dedim, axı mənfi 1 qoyuruq, mənfi 1'i qoydum. Bərabər, bax bu mənfi ilə bu mənfi vurulur, 2 dənə mənfi vurulanda olur müsbət. 2'ni də 1'ə vuranda olur 2. Fikir versiniz, cüt dərəcədəndir və kök altı ifadə də müsbətdir. Müsbət olduğuna görə bu ifadənin mənası var, olacaq belə. Y bəndində başa salım, digərlərində də başa salım, aydın olsun. Yəni, bax kök altında bu kökün xaricindəki mənfi, yenə deyirəm, bizim misalımızın, kökümüzün daxilində heç bir adiyyəti yoxdur. A4 vur, A-nın yerinə yenə mənfi 1 yazıram. Çünki yuxarıda şərtdə A-nı sıfırdan kiçik deyir. Sıfırdan da kiçik ədədlər mənfi ədədlərdir. Yenə mənfi 4 olur. 4'ü mənfi 1'ə vuranda mənfi 4. Yenə də cüt dərəcədəndir. Cüt dərəcədən kök altı ifadə mənfi ola bilməz. Bu da getdi. Burada yazıb yenə də cüt dərəcədir. Mənfi 2/5 vur. A kvadratının yerinə mənfi 1 yazıram. Mənfi 1'in kvadratı. Yenə mənfi 2/5 qalsın. Baxın, burada kvadratdır. Kvadrat mənfini neyinir? Yox eləyir. Cüt dərəcə mənfini yox eləyir. 2/5 vurulur 1'ə. Bu olur. Mənfi 2/5'i 1'ə vuranda eləyir. Mənfi 2/5. Yenə kök altı ifadəni mənfi aldıq. Dedik, axı cüt dərəcədən kök altı ifadə mənfi olarsa, bunun mənası yoxdur. Bu da getdi. Yeganə variant olur B variantı. Sonra 54'ə baxaq. Sadələşdirməyimizi istəyir bizdən. Bax, bunların dərəcəsi eynidir deyə köklərin dərəcəsi. Biz bunları bir kökdə yaza bilərik. Yəni 5'i vuraram 12'yə. Böl kök altında da 20. Bərabər, hətta bunların hamısını, çünki hamısının dərəcəsi 2'dir. Eyni kökdə yaza bilərəm. 5'i 12'yə vuranda bu bizə 60'ı verir. Bunu da bölürük 20'yə. 0'la 0 gedər. 6'nı da 2'yə böləndə eləyər kökdə 3. Cavab olacaq D bəndi. 55, deməli 56'ya baxırıq. Deməli, misal bu şəkildə verilib. Biz burada kökün daxilində olan, ən içəridə olan kökü çıxarmağa çalışmalıyıq. Yəni, bax bu kökü. Sonra ən çöldəki kökü sadələşdirməliyik. Ya, bax, məsələn, 4'ə dəymirəm. Bu 16'dan nə çıxır? 4 çıxır. Vurulur bu kökün içində olan 4'ə. İndi bu 2 dənə də 4'ü 4'ə vururam. 16, buradan da 4 çıxır. Və yaxud da 4'ün 1'i çıxır. Fərqi yoxdur. Cavab olur 4. Deməli, 56'nı dilədik. İndi 58'ə baxaq. Burada nə edirik? Kökün, baxıram, dərəcələri hamısı eynidir. Hamısı 2'dir. Kökün dərəcələri. Amma kökün xaricində 3 ilə 4 var. 3 ilə 4'ü 1 vurun bir-birinə. Kökün içində olan ədədləri də 1 vurun. Bax, 2'ni, 5'i, bir də 10'u. 2 vur, 5 vur, 10. Kökün dərəcələri eynidir deyə mən bunları bir kökdə yaza bilərəm. 3'ü 4'ə vururam, 12, 2'ni 5'ə, 10, 10'u 10'a vururam, buradan da 100. 12 vur, kök altında da 10'dan, daha doğrusu 100'dən 10 çıxır. 12'ni də 10'a vuranda cavab eləyir 120. %59'u özünüz yazın, eyni qaydadır. Bax, indi 60'da bizə nə deyir? Deyir ki, kök altında olan ifadənin nə zaman mənası var? Kök altı ifadə cüt dərəcədəndir, baxıram ki. Mən yenə də kökün dərəcəsini hardan bilirəm? Baxın, görürəm buradakı kökün dərəcəsi 2'dir. Uşaqlar, orada 2 yazılmır da, bilirsiniz. Deməli,
kökün daxilində olan ifadənin o zaman mənası olar ki, baxın kökün içində böyükdür, bərabərdir, 0 olsun. Bax, kökün içindəki ifadəni götürürəm, kənarda yazıram. Cüt dərəcədən olduğuna görə bunu böyükdür, bərabərdir, 0 götürürəm. İndi bunun hər tərəfini mənfiyə böləndə, baxın, uşaqlar, buranı da mənfiyə bölürəm. Buranı da mənfiyə böləndə bu işarə qırmızı ilə olan böyük bərabər, o da dəyişir işarəsini. Olur belə, A-nın kubu, bax belə olur da, hər tərəfini mənfiyə böləndə olur A kubu kiçikdir, bərabərdir 0. Bu kub da, bu bilirsiniz nə deməkdir? Kub da gedir əslində. Kiçik bərabər olur 3-cü dərəcədən 0. İstənilən halda kökdə, kök altı ifadə 0-dırsa, elə oradan 0 çıxır da. Bu olur 0. Deməli, A kiçik bərabər 0 şərti ödənəndə bu kök altında bu ifadəmizin mənası olarmış. Bu da yeni qayda ilə kökün içindəki ifadəni böyük bərabər 0 götürəcəksiniz. Hər tərəfini mənfiyə böləndə olacaq D bəndi. 62-yə baxaq. Bu tipli misalı həll eləyəndə çalışın, birinci bilirsiniz də vurmalar həll olunur, sonra toplanılır. Amma burada elə eləməyin də, burada nə edirik? Hər ikisində oxşar olan nədir? Baxıram, hər ikisində oxşar olan 49-dur, ortaq vuruğun mötərizə xaricinə çıxarılması. Özü kök altında yerinə yetirməliyik. Bax, 49-u çıxardım. Mötərizənin içində nə qalır? 49-u götürdüm də, mötərizənin kənarına çıxartdım. Qalır 0, %87, üzərinə gəl 0, %82. Bu qaldı mötərizənin içində. Bərabər, yenə 49-a hələ ki dəymirəm. 0, %87 ilə 0, %82-ni toplasam, burada eləyir 9, burada 16, 1 yadda, bu da 1. Bu deliyi 1 tam %69. 49'dan bundan 7 çıxacaq. Bundan da 169, yadınızda saxlayın ki, 13'ün kvadratıdır. Amma indi sizə burada yazıb 1 tam %69, onda bu da olacaq 1 tam onda 3'ün kvadratı. Buradan da çıxacaq 1 onda 3. Buradan 7 çıxdı, buradan da 1 onda 3 çıxacaq, çünki burada vergülü var. 1 onda 3. 7'ni də 1 onda 3'ə vursaq, bu da eləyəcək 9 tam onda 1. Olacaq B bəndi. Belə, indi 64'ə baxaq. Deməli, misal bu şəkildədir. Bu bilirsinizsə əgər, bu nə deməkdir? 0, vergül mötərizədə 4. Bu sonsuz dövrü kəsirlərə aiddir də. Dedik ki, mötərizənin içində bir dənə rəqəm olanda məxrəcdə bir dənə 9 deməkdir. Mötərizənin içindəki ümumiyyətlə rəqəmlərin sayı məxrəcdə 9'ların sayını bildirir. Bu 4'də həmişə bilirik ki, sürətə yazılır. Deməli, bu kökün yerinə nə yazacağım? 9'da 4. Çıx, bu 3'də 1'də olduğu kimi qalır. 3'də 1. 9'da 4'dən 3'də 2 çıxır. 9'dan 3, 4'dən də 2 çıxır. Çıx 3'də 1. 3'də 2'dən də 3'də 1'i çıxanda bunların sürətləri çıxılır. 3'də 1. D variantı. Sonra 66. Bərabər. Deməli, baxın, bunların hər ikisinin dərəcəsi eynidir. Baxın, 2'ni niyə görə yazıram? Siz başa düşəsiniz deyə. Dərəcələr eyni olanda kökün dərəcələri, biz bunları bir kökdə yaza bilərik. Yəni, baxın, 6 onda 3 vur, 1 tam 7'də 3'ü bir kökdə yaza bilərəm. Yəni, ayrı-ayrı kökdə görüb gözünüzü çaşdırmayın. Deməli,
6/3 mən 6/3 deyil bu. Biz bunu yazanda belə yazmırıqmı? Onda 3. Çevirəndə də düzgün olmayan kəsrə belə çeviririk də. Deməli 10-u vururuq 6-ya. 60 üstünə 3-ü gəldik eləyir 63. Amma siz bunu görürsünüz, mən müəyyən prosesi keçəndən sonra bu hala gətirib yaza bildim. Amma siz bunu belə görəndə onda vergül, məsələn məxrəci 10 yazdınız, sürətə də vergülü nəzərə almadan elə 63 kimi yazın. Yəni belə bir də etap getməyin. Deməli bura yazıram. Onda 63 vur. Bu 1/7-də 3-ü də çevirin. 1/7-də 3-ü yenə çevirəndə necə çeviririk? 7 məxrəc qalır. 7-ni 1-ə vururam. Üstünə 3-ü gəlirəm. Yenə bu da eləyir nə? 7-də 10. Burada yazdıq. 1/7-də 3-ün yerinə. 7-də 10. Baxıram burada onlar ixtisar gedir. Qalır nə? 63/7. 63-ü də 7-yə böləndə kökdə 9. Kökdə 9-dan da 3 çıxır. Cavab olur 3. Deməli, indi 68-ə baxaq. Altmış səkkizi baxın, bayaqları dediyim kimi həll eləməliyik. Ən birinci, ən içəridə olan kök hansıdır? Baxıram 9-dur. Deməli, mən etap ən içəridə olanların daxilindəki ədədləri çıxarmalıyım. Bax, 47-yə dəymirəm. Plus 7-yə də dəymirəm. Çıx, 9-dan buradan 3 çıxır. Bax, çıx 3 yazdım. Görürsünüz, bir dənə kök getdi, 3 dənə kökdür, kök altı ifadələr. İndi yenə 47-yə dəymirəm, üstə gəl. 7-dən 3-ü çıxıram, eləyir 4. Hələ ki, belə sadələşdirək. Yenə 47-yə dəymirəm. Bu kökdən 4-dən 2 çıxır. Yazdıq belə. 47 ilə 2-ni toplayıram, 49. Buradan da nə çıxacaq? 7. Cavab olacaq C bəndi. Sonra 70-ə baxaq. Mənfi ədədi deyir, tapın. Baxın, bunu həll eləyəndə necə həll eləyib tapın. Sadə yolunu deyəcəm. Yadda da saxlayın. Hamısını kökə salın. Məsələn, 4 kökün altından necə çıxır? 16 olanda 4-ü kökə salanda 16 kimi girir. Bu olur 14. Baxın, 14-dən 16-dan 14 çıxanda burada müsbət ədədi alınır. Sənə mənfi ədədi soruşur. Burada müsbətdir. Bu getdi, mənfini soruşur bizdən. 3 kökün altına necə girir? 9 kimi. 9 çıx kökdə 11. Həqiqətən 9-dan 11 çıxsam mənfi 2 alıram. Baxın, deməli burada mənfi ədəd alıram. Bizim doğru variantımız bu olacaq. Amma digərlərini izah eləyirəm. 2 kökə necə girir? 4 kimi girir. Kökdə 4-dən 2 çıxır. Çıx kökdə 3-ə. Kökdə olanlara dəyməyin. Adicə ədəd olanları kökə salın. Baxın, 4-dən 3 çıxanda burada da müsbət ədəd alıram. Bu da getdi. İndi buna baxıram. 5 kökdən 25 olanda çıxır 5 kimi. Baxın, bu 24-dür, sürülü sayın. 25-dən 24 çıxanda yenə burada da müsbət alıram. Bu da getdi, müsbətdir. Baxın, bu da müsbət oldu. İndi buna baxıram. 2 kökün içinə necə girəcək? 4 kimi girəcək də. Bu 4 bu 2-yə vurulanda olacaq 8. Çıx kökdə 6. 8-dən də 6 çıxanda yenə müsbət ədəd olacaq. Bir də yeganə budur ki, 9-dan 11-i çıxsaq mənfi 2 olur. Yəni mənfini burada alırıq D variantında. 71-i özünüz. 72. Deməli, misal bizə verib mənfi 2 vur. 2 üstündə mənfi 3. Misalı yəqin ki, mən belə görmürəm. Bir dənə də baxım, misala görüm. 7-dir, nədir o? Görünmür, amma. Bu yəqin ki, 7-dir. Gözləyin.
Bu 73'ü görürəm. Siz 72-ni özünüz yazarsınız. Mən 72-ni yaxşı görə bilmədim. Kitabda yanımda deyil. 73'ü görə bilirəm deyəsən. Ümid edirəm ki, görürəm. Uşaqlar, misal təzədən yazıram. Bax, 2 üstü mənfi 3'dür. Yəqin ki, səhv yazmaram. 6, bu deyəsən 2'dir. Böl, 2 üstü mənfi 5 üstündə 3. 2 üstü mənfi 3 qalsın. Vur 2 üstündə. Baxın, belə möhtərəzə olanda bunların qüvvəti vurulur. Harada möhtərəzə gördünüz, bilin ki, qüvvətləri vurulacaq. Olacaq nə? Mənfi 6'nı 2'yə vuranda eləyəcək mənfi 12. Böl 2 üstündə mənfi 5'i 3'ə vuranda mənfi 15. Bərabər. Vur olanda nə olurdu? Bunların qüvvətləri toplanılırdı. Yəni mənfi 3 üstə gəl mənfi 12 topladıq. İndi bu belə olur da, mənfi 3 çıx 12 olur. Mənfi ilə müsbət toqquşanda mənfi olacaq. Bərabər 2 dənə mənfi olanda toplanılır. Olur mənfi 15. 2 mənfi olanda 3 ilə 12'ni toplayıb qabağına mənfi atırıq. İndi bu da böldü axı. Böl olanda bunların qüvvəti nə olur? Çıxılır. Çıx. Mənfi 15 və yaxud da bunlar gedir də. 2 üstü mənfi 15, 2 üstü mənfi 15 bu 1 qalır. Amma indi 1 qalmanın digər yolunda deyim. Bax 1 yolu 1'dir cavab ümumiyyətlə. Y bəndidir. Yəni 1 indi bax buradan da alırıq 1'i. Bərabər olur 2 üstündə. Bax bu mənfi ilə bu mənfi toplanılır. Mənfi 15. Mənfi ilə mənfi toqquşur da vurulur. Olur müsbət 15. Yine alıram. Burada 2 üstündə 0 alınır. Mənfi müsbət. Çıxılanda eləyir 0. Ümumiyyətlə demişdim ki, nəyin üstündə 0 olur olsun, onun nəticəsi bizə 1 verməlidir. Görürsünüz, burada da 1 alırıq, elə yuxarıda da 1 alırıq. Birbaş ixtisar edib yaza bilərsiniz, belə etap-etapda yaza bilərsiniz. 73'ü yazdım, siz 72'ni yazarsınız. 74. İndi buna baxırıq. Deməli, bizə verib belə bir ifadəsini deyir, sadələşdirin. A kiçikdir 0, o deməkdir ki, bilirsiniz də moduldan çıxanda biz A'ya mənfi verəcəyik. Kiçikdir 0. Əgər A kiçikdir 0 yazırsa, moduldan çıxan ifadənin qabağına mənfi atacağıq. Yox, əgər A böyükdür 0'dırsa, onda modul A-dırsa, bu moduldan çıxanda ilə müsbət kimi çıxacaq. Bu müsbət deməkdir, bu mənfi deməkdir, kiçikdir. 1/4 qalsın yerində. Baxıram, kökün dərəcəsi 2'dir. Moduldan nə zaman çıxır? Kökün dərəcəsi, yəni cüt ədəd olanda. Baxıram, 2'dir, cüt ədəddir. Onda burada nə çıxacaq? Üstündə bu 22 ilə 2 gedir, kök gedir də. Burada 1 qalır, getdi kök. Burada 22 ilə 2'yə ixtisar edəndə burada 11 qalır. Yəni qalır A üstü 11. Aydındır. Burada da baxıram. Deməli 1 üstündə 4. Buradan biz moduldan çıxaranda burada mənfi atacağıq. Yəni olacaq mənfi A üstündə 11. Burada bərabər. Qabağa bu mənfi görürsünüz həm də 11 nədir? Tək ədəddir də. Dedik qüvvət tək olanda bu mənfi qabağa keçir. Olur mənfi 1 tam onda 4 A. Yəni 1/4'ü mənfi A'ya vuranda mənfi 1/4 A üstündə 11'ində yazaq. Cavab olur hansı variant? C variantı. 75'i də özünüz düşünün. 76'ya baxaq. Burada 3'dür. 5'də 3. Misal təzədən yazıram. Misal belədir də. X üstündə 3'də 4. Belə. Burada da 5'də 3. Vur. X üstündə mənfi 5'də 3.
belədir. Demişdik ki, ümumiyyətlə, belə olanda mötərəzə bunlar vurulur qüvvətləri. Yəni, 3-də 4 ilə vururuq, 5-də 3-ü vur, x üstündə mənfi 5-də 3 vurduq. İndi baxıram, nələr ixtisar gedir qüvvətlərdə. Bax, bununla bu gedir. Burada qaldı nə? X üstündə 4 qalıb, bir də 5 qalıb. Yəni, 5-də 4 vur, x üstündə mənfi 5-də 3. Vur olduğuna görə bunların qüvvəti toplanılır. Yəni, x üstündə 5-də 4. Toplananda mənfi, belə deyək də, bax, belə yazılır. 5-də 3 daha doğrusu. Burada x üstündə 5-də 4. Bu mənfi ilə bu müsbət toqquşanda bura mənfi olacaq. 5-də 3. Bu da verir bizə x üstündə 5-də 1. Olur D bəndi. Sonra 78-ə baxaq. 77-ni eyni tiplidir. 77, 78. Deməli, bərabər, bu 2 qalır yerində. Bu 2, bu 2-dir. 81-dən nə çıxır? Vur, 9. Üstə gəl. 3 qalır yerində. 16-dan nə çıxır? 4. Üstə çıxdı. 121-də 11-in kvadratıdır. 11 çıxır buradan da. İndi 2-ni vururam 9-a, 18. 3-ü vururam 4-ə, 12. Çıxıram 11-i. Bu bizə verir 30. 30-dan da 11-i çıxıram, bu eləyir 19. Cavab olacaq 19. Sonra 79-u da deyim. 79-dan 80-i deyəcək. Baxın, ümumiyyətlə, nələrə diqqət edin? Kökün daxilində olan dərəcələrə baxın. Bu 7-dir. Deməli, burada mənfi qalacaq. Bu 8-dir, onda burada mənfi gedəcək. Cüt dərəcədə mənfi olmur. Bu da 8-dir, cüt dərəcədə mənfini yox elədik. İndi gəlirik kökdən çıxartmağa. Bax, deməli, ümumiyyətlə, modul kökün dərəcəsi cüt ədəd olanda moduldan çıxır, tək ədəd olanda moduldan çıxmır. Dedik ki, bax, kökün dərəcəsi 7-dir, bu da 7. Bu 7 ilə bu 7 gedir, burada elə mənfi 6 qalır. Mənfi 6 dedik, axı, kökün daxilindəki ifadədə qüvvəti də 7-dir, təkdir, ona görə mənfi qalacaq. Çıx, amma burada moduldan çıxır. Əslində, heç moduldan çıxarmağımıza ehtiyac yoxdur. Yenə çıxarsaq belə, yenə əslində elə moduldan çıxarım, başa düşəsiz. Kökün dərəcəsi cüt ədəddir, onda bu moduldan çıxır. Çıx, kökün dərəcəsi cütdür, bu 4 ilə bu 8 gedir, burada 2 qalır. Onda bu olur 3 üstündə 2. Bərabər, burada qalır mənfi 6, çıx, moduldan 7 dili 7 kimi çıxır, 3-ün kvadratı dili 9 kimi çıxır. Hamısı baxıram ki, hamısı mənfidir. Hamısı mənfidirsə, mən bunları toplayacağım. Qabağına mənfi atacağım. Yəni, 6 ilə 7-ni topladım. Elədi 13, 13-ün üstünə 9 gəldim, elədi 22. Cavab olacaq mənfi 22. Bəs bu necə həll olunar? Yəni, kökün daxilində olan, birinci, ən daxildə olan kökü çıxarmalısınız. Bax, bunu çıxarmalısınız. 2 qalır, bu 64-dən 8 çıxdı. Bu da elədi 16, 16-dan da nə çıxır? Kökdən 4 çıxır. 4 A bənd olacaq. Yenə, bax, 81-ə özünüz eləyərsiniz. 82.
Bizim deməli düsturumuz var da. Baxıram hardan bilirəm kvadratlara aid düsturda iki ifadə fərqinin kvadratı. Baxın açıq B kvadratı. Bunun açılışı necədir? A-nın kvadratı çıx 2AB üstə gəl B-nin kvadratı. A-nın yerində 2 kökdə A3 durur. B-nin də yerində 3 kökdə 5 durur. Bax, A-nın yerinə gətirib bunu yazıram. Olur. A-nın yerində 2 kökdə 3-ün kvadratı çıx 2, bu düsturun ikisidir, vur. A-nın yerinə 2 kökdə 3, vur. B-nin də yerinə 3 kökdə 5 yazıram. Üstə gəl B-nin kvadratı, yəni 3 kökdə 5-in kvadratı. Bunu bir dənə sadələşdirməliyik. Sadələşdirəndə necə eləyirik? Baxın, 2 kökdə 3-ün kvadratı nə deməkdir? Bu kvadrat həm 2-yə aid deməkdir, həm də bu kvadrat həm də kökün içinə aid deməkdir. Baxın, sildim buradan. Lazım olan qüvvətlərə yazdım. 2-nin kvadratı eləyir 4. Bu 2 ilə də bu kök gedir, buradan da 3 çıxır. Bu elədim 12. Bax, bura bizə verir 12-ni. Çıx. Bax, bu 2-ni, bir də bu 3-ü. Bura hasildə axı. Vuranda nə eləyəcək? 2-ni 2-yə vuranda 4, 4-ü 3-ə vuranda 12. 3-lə bunların dərəcələri eynidir. Kök altı ifadələr, kök altında 3, kök altında 5. Dərəcələri eynidir. Kök altında 3 ilə kök altında 5-i vuranda eləyir kök altında 15. Üstə gəl, yenə. 3 kökdə 5-in kvadratı nə deməkdir? Həm bunun kvadratı, həm də bunun kvadratı deməkdir. 2-ni atıram. Bu olur 9. Bu 2 ilə də bu kök gedir. Buradan da 5 çıxır. Bu da elədir 45. Baxın, indi bir dənə də sadələşdirək. 12 ilə 45. Bax, fikir verin, hər ikisinin qabağı müsbətdir. 12 ilə 45-i toplayanda bu bizə verəcək 57 çıx 12 kökdə 15. 57 çıx 12 kökdə 15 olacaq Y bəndi 82-də. 83-ü özünüz yazarsınız. 84. 84-ü də bildiniz, ümid eləyirəm ki. Yaxşı, 84-ü deyim. Demişəm ki, 3 ədədləri deyəcəm. Burada baxın, kökə aidiyyatı olmayan, kökün xaricində duran ədədlər var. 4 ilə 4 vur 7, onları 1 yazın. Kökün hamısının dərəcəsi 2-dir. Baxın, bu da 2-dir, bu da 2-dir, bu da 2-dir. O dərəcələri eynidir deyə onları bir kökdə yaza bilərəm, kök altı ifadələri. 2 vur 3 vur 6. 4-ü 7-yə vuram 28. Kök altında bu da eləyəcək 36. 28, 36-dan da nə çıxır? 6. 28-i də 6-ya vursam eləyəcək 168 C bəndi. 84-ü də yazdıq. 86-ya baxaq indi. Baxıram ki, bu 2 ilə bu kök gedir. Kökündə dərəcəsi axı 2-dir. Yəni, kökün bu dərəcəsi 2 ilə bu 2 gedəndə, yəni kökü aparmış olur elə. Yəni, buradan çıxır elə 15. Sonra, bu 2, bu mənfini yox eləyir. Mənfinin üstünə xət çəkin. Bu 2 ilə də bu kök gedir. Yəni, buradan 13 çıxır. Çünki arada baxın, üstə gəldi. Çıx, yenə. Bu 2 ilə də bu kök gedir. Buradan da 17 çıxır. 15 ilə 18, 28, çıx 17. Baxın, bura elədi 28. 17-nin də çıxanda bu eləcək 11. Cavab olacaq Y bəndi.
80, aha, kəsr məxrəcini irrasionallıqdan azad edin. Gəlin bunu da deyim. Bunu birdən bilmiş olmarsınız. Məxrəci irrasionallıqdan azad eləyəndə, baxın, məsələn, kökdə 3-ün qoşması ilə kökdə 3-dür. Kökdə 2-nin qoşması ilə kökdə 2-dir. Amma məsələn, sənə desə ki, kökdə 3 çıx 1-in qoşması nədir? Çıxmadısa, sən bunu üstəgəllə deyəcəksən. Bunun qoşması kökdə 3 üstəgəl 1-dir. Yəni, kökdə 3, məsəl üçün deyir üstəgəl 2, bunun qoşması nədir? Deyəcəksən ki, çıxma ilə deyəcəksən, çıx 2-dir. Belə. İndi biz bunu irrasionallıqdan azad eləyəndə 2-yə dəyim, 2-də yox, 2-də bura aid olur. İndi məsəl üçün burada 2 olsa, sən burada 2 yazacaqsın. Burada 3 olsa, sən burada 3 yazacaqsın. İndi bunu irrasionallıqdan azad eləyəndə 2 kökdə 5 çıx 2 kökdə 2 deyil. Bunun qoşması bu arada üstəgəllə olan olacaq. Olduğu kimi yazıram, sadəcə ortada üstəgəl yazıram. Qoşması budur. Əgər mən qoşmasına vurdumsa, onda sürətini də bu qoşmasına vuracam. Kökdə 2 bərabər. Baxın uşaqlar, bu bizim belə bir ifadəmiz var. Məxrəci bir dənə izah edeyim. 2 kökdə 5 çıx kökdə 2, bir də 2 kökdə 5 üstəgəl kökdə 2. Bu nə deməkdir? Bu budur da a kvadrat çıx b kvadratına aiddir. Yəni bir dəfə a çıx b, bir dəfə a üstəgəl b. A-nın yerində 2 kökdə 5-in kvadratı durur. B-nin də yerində kökdə 2-nin kvadratı durur. Bu kvadrat yenə dedik ki, 2-ni də kvadrata yüksəldirik. Bax, kvadratı buradan silirəm. Bunu da kvadrata yüksəldirik, bunu da. Bu 2-ni buradan sildim, bunu da kvadrata yüksəldirik. 2-nin kvadratı eləyir 4. Bu 2 ilə bu kök gedir, buradan da 5 çıxır. Çıx, bu 2 ilə bu kök gedir, buradan da 2 çıxır. 4-ü 5-ə vuranda 20, 20-dən 2 çıxanda elədi 18. Baxın, deməli mən məxrəci aldım nə? Məxrəci aldım 18. Məxrəci 18 yazıram. Sürət də 18-dir. 2 kökdə 5 üstəgəl kökdə 2. Baxın 18-də gedir. Qalır mötərəzənin içi. Belə bir ifadə var. A bəndi. 87-ni də dedim. 33-ü demişəm. 38, deməli 33 deyirəm, 88-i demişəm. Məsəl üçün sənə deyir 88-də. Deyir ki 88 kök altın 88 deyirəm, nömrə 88-dir. Kök altında 33 hansı iki ədəd arasında yerləşir? Kökdən çıxan 33-ə yaxın kökdən çıxan ədədlər hansıdır? 25 ilə 36-dır. Buradan nə çıxır? 5, buradan nə çıxır? 6. Deməli 5 ilə 6-nın arasında yerləşir. 5, 6 olacaq B bəndi. Onu da özünüz yazın. Deyir ki, hansı ifadənin mənası yoxdur. Bunu gəlin diqqətlə baxaq. Bunları bir dənə ayırt eləməyi bilməlisiniz. Birinci, kökün daxilindəki dərəcəyə bax. Bu 6 neynir? Bu mənfini müsbət eləyir. İndi buradan da deməli kök 6 ifadə müsbət oldu da. Əslində bizə çıxarmağı demir. Kök 6 ifadə tək dərəcədən mənfi də olsa mənası var, müsbət də olsa mənası var. Amma baxırıq ki, burada mənası var. Zaten tək dərəcədəndir, mənfi də olsa mənası olacaqdır. Amma müsbətdir yenə. Deməli, bunun mənası var. Bu gedir. Daha doğrusu variant bu deyil, bu gedir. Mənası olmayanı soruşur. Baxıram ki, bu 3 təkdir də. Baxın, bu 3 tək dərəcədə axı. Tək dərəcədən elə bu mənfi çıxacaq. Baxın, elə 6-cı dərəcədən mənfi 5 üstündə 3. Mötərəzəni yox elədik, yəni elə mənfi qaldı. Axı biz demişik, kökün dərəcəsi cüt ədəd olanda onun daxilindəki ifadə
mənfi ədəd ola bilməz. Tək cüt dərəcədən kök altı ifadə mənfi ola bilməz. Elə mənası olmayan budur. İndi burada bax, kökün dərəcəsi tək ədəddir, mənfi ola bilər. Kökün dərəcəsi cütdür, amma bu kvadrat axı bu mənfini yox eləyir. Üstündən xətt çəkə bilərsiniz. Bunun da mənası var. Bu kvadrat deməli bax, tək dərəcədəndir C bəndində. Kökün daxilində tək dərəcədən olanda kökün daxilində olan ifadə mənfi ola bilər. Cüt dərəcədən olanda mənfi olmamalıdır. Cavab olacaq burada D bəndi. İndi 91 də sizə biraz gəliz gələ bilər. Gəlin 91-i də deyim. E, 91-i həll eləmək üçün variantları bir dənə aşağı ataq. Rahat yazaq. Baxın. Mən kökün daha doğrusu qüvvətində olan mənfi biri hələ ki eşin eləmirəm. Mən mötərəzələrin içində, daha doğrusu burada kök yoxdur, mötərəzələrin içindəki olan ifadələri sadələşdirmək istəyirəm. Yəni, baxın, bu mənfiyə heç nə eləmirəm, dursun yerində. Baxın, 4-də 3, qüvvətində mənfi olanlar düşəcək məxrəcə, olacaq müsbət 2. En baxıram, enin qüvvəti müsbətdir, en yuxarıda qalacaq. P-nin qüvvəti mənfi 3-dür, onda məxrəcə düşür müsbət 3 kimi. İndi bu belə yazılanda, indi biz bunu biraz aralı yazmış olduq. Baxın, belə. Belə olanda, mənfi 1 olanda, sürətlə məxrəcin yerini dəyişin, onda bu müsbətə çevriləcək. Mənfi 1. Yəni, 4 m kvadratı P-nin kubu böl 3n. Bunların yeri dəyişəndə sürət olur müsbət 1. Amma indi bunu çevirdiksə, artıq belə mötərəzəyə alıb 1 yazmağımızın heç bir mənası yoxdur da. Yəni, mötərəzələri silə bilərik. Bu şəkildə cavabımız olacaq. Birinci, mötərəzənin daxilində olan ifadəni sadələşdiririk. Sadələşdirmə edəndən sonra sürət və məxrəcin yeri dəyişir. Fırlanır da, yəni məxrəc sürətə, sürət məxrəcə gəlir. Əgər yox, burada 2 olsaydı, yerlərini dəyişib, burada 2 yaza bilərdik. Aydındır. Belə variant harada var? Belə variant olur B bəndi. 92, 92-ni də deyim, 93 eyni tiplidir, onu özünüz yazarsınız. Daha doğrusu 93-ü götürmüş oldum. Eyni tiplidir onsuz da. Belə verəndə mötərəzələrin vurulub açılmasını bilirsiniz. Bu kök altını bir dəfə kökdə 3-ə burada çıxdı. Bir dəfə də mənfi kökdə 7-yə vur. Kök altında 6-nı bir dəfə də mənfi kökdə 7-yə vur. Sonra müsbət kökdə 14-ü bir dəfə kökdə 3-ə vur. Müsbət kökdə 14-ü mənfi kökdə 7-yə vur. Yəni, burada müsbətlə mənfi vurulanda, bu mənfi ilə bu müsbət vurulanda mənfi olur burada. Kökdə 14-ü bir dəfə də vur buna. Kökdə 7-yə. Bərabər. Bunu aşağıya çəkək. Bu, baxın, 6 ilə 3. Köklərin dərəcəsi 2-dir. Bir kökdə yaza bilərəm. Vurub. 18, çıx. 6 ilə 7. Bir kökdə yaza bilərəm. Vurub. 42. 14 ilə 3. Bu da 42 eləyir. Çıx. 14 ilə 7-ni belə yazaram. Bu 14-ü belə yaza bilərəm də 7 vur 2 kimi. Yəni 2 vur 7 vur. Bir kökdə yazıram. Burada nələr ixtisar gedir? 42-lər ixtisar gedəcək kökdə. Biri mənfidir, biri müsbət. Bunlar getdi. 18-i də necə yazaram? 9 vur 2 kimi yaza bilərəm. Çıx. Buradan 7 çıxacaq. 7-nin biri çıxır. Qalır kökdə 2.
9-dan da 3 çıxır. 3 kökdə 2 çıx. 7 kökdə 2. Baxın, hər ikisində 2 var kökdə. Kökdə 2-ni yazdım. Bunların əmsalları çıxılır. 3-dən 7-ni çıxanda eləyir -4. -4 kökdə 2 B bəndi. E, 94 də var. Gəlin 94-ə də baxaq. Deməli, misalımız bu şəkildədir. Variantları aşağı çəkəcəm, rahat yazaq. Baxın, burada 2-dir. Bərabər. Burada yenə bunu nə etməliyik? Məsələn, 4 onda 2-ni belə yazacağım. 10-da 42 kimi yaza bilərəm. Birbaş yazırıq. Deməli, A üstü 7. Vur. Mənfi B üstü. Bu qüvvəti mənfidir deyə. Bu B düşür. Olur belə də mənfi B üstündə müsbət 13. Aydın oldu? Müsbət 13. İndi bu mənfi yox da, bu qüvvətindəki mənfi məxrəcə düşəndə olur müsbət. Sonra vur. Fikir verirsiniz, bu möhtərəzənin içi kvadratdır. Kvadratdırsa, bu o deməkdir ki, bu 2 həm gəlir buna vurulur, həm buna vurulur, həm bunlara vurulur, həm də bunlara. Aydın oldu? Yəni bax, bu 2 bu kökü aparır. Buradan çıxır nə? 42-də 10. Vur. A üstü -3-ü 2-yə vuranda -6. B üstü 6-nı 2-yə vuranda eləyir 12. Bərabər. Burada ixtisarlarım var. 10-un biri yuxarıda, biri aşağıdadır. 42-nin biri yuxarıda, biri aşağıda gedir. Baxın, görün burada nələr qaldı. A üstü 7 qaldı, vur. Sürətə baxıram. A üstü -6, vur. B üstü 12. Burada məxrəcdə nə qalır? Bunun tək dərəcədəndir də, 13 tək ədəddir. Ona görə bu mənfi çıxacaq qabağa. Olacaq B üstü 13. Burada B üstü 12 ilə burada gedir, bir dənəsi qalır. Burada bir dənə B qalır. Çünki baxın, B üstü 12 böyle olanda bunların qüvvətləri çıxılır. Qalır B üstü -1. Biri mənfi, biri müsbətdir. Böyükdən kiçiyi çıxıb qabağına mənfi atıram. Bunu da yazanda belə yazırıq axı. Fikir versiniz, B məxrəcdə qaldı. Ona görə B-ni məxrəcdə yazırıq. Mənfimizdə qaldı. 7 ilə də A-nı bunlar vurdu deyə qüvvətləri toplanılır. 7-dən 6 çıxanda 1. 1 yazılmır. Məxrəcdə də -B. Olur belə. Mənfi A böl B. Bu mənfini istəyirsiniz buradan silin. İstəyirsiniz lap burada yazın. Lap istəyirsiniz heç burada yazın. Fərqi yoxdur. Qabağında mənfi olan olacaq elə variant. Yəni A böl B varsa, qabağında da mənfi varsa, fərqi yoxdur sürətdə, məxrəcdə və yaxud da kəsrin qabağında. Yəni mənfi burada da yazıla bilər. Burada da yazıla bilər. Burada da yazıla bilər. Heç fərqi yoxdur. Olur Y bəndi. 95 özünüz yazın. 96 da o tiplidir. 97-ni də izah elədim. 98. İndi 99-u deyəcəm. 100-ü artıq özünüz eləyərsiniz. Məxrəcin rasionallıqdan azad olunmasını dedim. Bərabər 3 böl. Məxrəci rasionallıqdan azad eləyəndə burada çıxmadısa, bunun qoşması, özün olduğu kimi yaz. Bunun qoşması üstəgəlindən olan olacaq. Üstəgəl kökdə 2. Onda bunun sürətinə də əlavə eləyəcəm qoşmasını. Daha doğrusu mötərizədə yazırıq. 3 üstəgəl kökdə 2. Sürətə dəymirəm. Yenə səhv yazdım. Aha. Baxın, bayaq dedimi? A kvadrat çıx B kvadrat. Bu bizə nə verirdi? A çıx B
A üstə gəl B. Belədir də. Deməli, budur da əslində baxın. 3 çıx kökdə 2, 3 üstə gəl kökdə 2. Biz bunu bu düstura gətirsək, yəni bu A-nın yerində bu durur, B-nin yerində də bu. Yəni 3-ün kvadratı çıx kökdə 2-nin kvadratı. 3-ün kvadratı 9, kökdə 2 ilə də 2 gedir. Bu 2 dərəcəsi ilə. Buradan da 2 çıxır. Buradan da 7 çıxdı. Deməli, məxrəcimiz də oldu 7. Baxın belə. Sürəti vurub açıblar. 7 qalır. 3-ü 3-ə vururam. 9 üstə gəl. 3-ü kökdə 2-yə vuranda 3 kökdə 2. Cavab olacaq B variantı.